Salam müəllimlər. İndi isə biz sizinlə 3-cü mövzunun izahına baxırıq. Demək, 3-cü mövzuda deyir ki, vacib və məsuliyyətli əməliyyatdır. Nə? Deyəcəksiniz ki, ölçmə və nişanlama. Amma cümlədə ən görsəniz, bu artıq olacaqdır nə? Mişarlama. Burada məlumatın keyfiyyəti, iş vaxtı, materiala qənaət edirsə, yenə olacaq ölçmə, nişanlama. Yalnız bir dəqiqə, emal payı görsəniz, olacaqdır nəydən? Mişarlamada. Yəni, belə yadda saxlayın ki, mən məsəl sizə deyirəm ki, 5 sm ölç gətir, düzdür? 5-ə 5 ölçüb gətirəcəksiniz. Burada silib yenidən düzəltmə olacaq. Amma 5 sm kəs gətir desəm, siz onu bir əlavə payda, emal payda qoyacaqsınız ki, onlar da birdən misal səhv edərsiniz. O da olacaqdır mişarlama. Ona görə emal payı saxlanılır. Və eyni zamanda həm də bunu yonanda və ya rəndələyəndə də həmin demə 5 sm əldə olunacaqdır. İndi isə baxaq biz sizinlə nəyə? Emal sərhəddi görsəniz, kontur xətləri görsəniz, açar sözümüz nə indi? Nişanlamanın. Ülgü, bax, misal üçün, bax, ülgü göstərilir. Ülgü fanirdən və yaxud da bəş materialdan əldə oluna biləcəkdir. Ən əsas açar sözümüz real ölçünün olmasıdır. Deməli, ülgü tez və dəqiq nişanlama işini yerinə yetirir. Bu öz yerində. Bizə əsaslı məqam nədir? Deməli, deyir ki, texnoloji tələblərə riayət etməklə bir pəstahdan, yəni bir pəstahın üzərinə mümkün qədər çox detal yerləşdirmək olar. Amma testdə düşəcək ki, bir pəstahdan neçə detal olur? Bir pəstahdan neçə detal əldə olunursa, deyəcəksiniz ki, bir və ya bir neçədir. Düzdür, bu birinci mövzuda var idi. Amma texnoloji tələb sözünü görsəniz, bu zaman deyəcəksiniz mümkün qədər çox. İndi isə baxaq biz sizinlə nəyə? Alət tərtibatlara, yəni oduncaqla işləmək üçün biz vasitəsilə deşik açılır. Və deşik yerləri nişanlanılır. Amma xətlər çəkilir desə, artıq bu olacaqdır karandaş. Həm ölçüb, həm nişanlayan alətlər soruşacağam. Baxın. Həm ölçür, həm də nişanlayır. Ölçür, nişanlama varsa metal ölçmədir. Bölgüləri olan xətt keşi görürsünüz. Daha sonra isə xarat, baxın, xarat günyəsi və transporter. Gördünüzmü? Ölçüb nişanlayanlar. Daha sonra isə lazımdır nə? Metal ölçmənin bölgələrini soruşacağam. Və iri ölçülü pəstahları yalnız ölçür. Testdə düşmüşdü ki, yalnız ölçmə aləti nədir? Bu isə xarat metrəsi olacaqdır. Bölgüləri olan xəttkeşə baxırıq. Bu da təbii ki, kiçik ölçülü pəstahları nişanlamaq üçündür. Bucaqlıq deməli düz bucaqları ölçür, çəkir və yoxlayır. Deməli yoxlayır, ölçür və çəkir. Neynəmir? Nişanlamaq olmur. Uc və qəlbdən ibarətdir. Deməli ki, metaldan və taxtadan ibarət olacaqdır. Reismus, təbii ki, paralel sözü varsa reismusdur, üzr istəyirəm. Yəni, paralel pəstahları ölçmək üçündür. Pəstahları, yəni paralel ölçmək üçün üzr istəyirəm. Deşik yerləri görsəz, çevrə və qövs görsəniz pərcardır. Amma yox, deşik yeri nişanlanılır desə biz olacaqdır. Xarat günyəsinin hissələri xəttkeşdir, qəlibdir və sıxıcı vintdir. Testdə də nə düşəcək? Düşəcək sıxıcı vintin şəkli, düzdür? Sıxıcı vintin adı verməsə, siz xarat günyəsi götürəcəksiniz. Çünki xarat günyəsinin hissəsidir. Daha sonra isə baxırıq, deməli, reismusun hissələrinə, meydança, kiçik mismar, pas, tircik və qəlib. Və qaldı buradan sizə demədiyimiz pərcarın hissələri, başlıq, qollar, qrifel və iynə, yəni başlıq, qollar, qrifel və iynədən ibarətdir. Xarat günyəsi transporterin üzərinə qurulur. Bu da 45 dərəcə və müxtəlif bucaq olacaqdır. Salam müəllimlər, biz bugün sizinlə ilk iki mövzunun izahına baxırıq. Deməli, texnologiya Yunan sözündən götürülüb, yəni texno düşür testlər, diqqətli olarsınız. Texni sənət ustalıq, logos isə elm öyrənmək deməkdir. Testdə də düşəcək ki, bu texnologiya nə haqqında bir elmdir? Ustalıq haqqında bir elmdir.
İndi isə baxırıq nə? Texnologiya dünyası, yəni dünyada düşəcək, aləmdə düşəcək testdə ki, bu da iki qrupa bölünür. Hansılardır? Deməli, bu insan tərəfindən, yəni insanın iştirakı olmadan olarsa bu günəşdir, işıqların saçılmasıdır, quşların uçması və s. Bunları biz insanlar yerinə yetirmirik ki, düzdür. Digər ikincisi isə də bu insanın əməyi nəticəsində olur ki, otaq, masa, kitab, pəncərə və s. Deməli, indi isə baxırıq texnologiya dünyasına və səhvləri də sizlərə vurğulayacağam ki, testdə nələr düşür. Texnologiya insan tərəfindən məmulat və xidmətin testdə məmulat yox, məlumat düşür. Üzr istəyirəm, bir dəqiqə. Məlumat. Aha, məlumat düşür, ona görə diqqətli olarsınız. Daha sonra baxırıq biz sizinlə nəyə? Deməli olacaqdı, insanlar öz tələbatını ödəmək üçün əşyaları yaratmışdı. Bu da testlərdə düşən bir cümlədir. Daha sonra isə lazımdır müasir texnologiya. Necə bayaq sizə dedim, texnologiya qrupu və dünyası. Qrup da deyəndə üç cürdür ki, bu müasir, nəqliyyat və kommunikasiya olacaqdı. Müasir dedikdə əvvəllər misal üçün yeyinti sənayesində qaz plitələri, bir dəqiqə, yeyinti avadanlıqlardır. Aha, daha sonra isə kənd təsərrüfatı maşınları, paltar yuyan maşınlar, qaz plitələri yox idi. İndi isə var. Misal üçün əvvəllər paltarları insanlar əllərində yuyurdusa, indi isə paltar yuyan maşını istifadə olunur və s. Buradan çox danışmaq olar bu haqqda. İndi isə baxırıq biz sizinlə nəyə? Demək ki, burada binaların ucaldılması üçün baxın. Testə düşəcək. Hansı texnologiyadır? Tikinti texnologiyasından istifadə olunacaq. Hansı ki müasir texnologiyalar var. Bunların hazırlanmasında əvvəlcədən nə hazırlandı desə, bu dəyənin deməli qazma olacaqdır. Sonra isə tikintilərin hazırlanması olur. Deməli əsasən testlərdə düşür ki, müasir dövrdə zaman keçdikcə və son zamanlar. Zaman keçir, bir də var, son zaman. Zaman keçirsə desə nəqliyyat texnologiyasıdır, amma son zamanlar desə kommunikasiya olacaqdır. Aydındır? Nəqliyyat haqqında mənə elə gəlir ki, ətraflı danışmağa ehtiyac yoxdur. İnsan və yükləri daşımaq üçün istifadə olunur. Kommunikasiyalarda 6 dənə də əzbərə soruşacağam. Gəlin yadda saxlama yollarına baxaq. Deməli olacaqdı televizor, radio, telefon. Bax, hər birimiz zalda nə var? Televizor var, telefon var, telefonun içərisində radio var, faks, yəni ev telefonundan yadda saxlaya bilərsiniz. Zalda internet var, amma çöldən, yəni informasiya gəlir nə? Elektron poçt vasitəsilə. Aydındır? Daha sonra lazımdır bizə texnologiyanın böyük tərifi. Baxın, maddənin, enerjinin, informasiyanın dəyişdirilməsində və ötürülməsində insan fəaliyyəti başa düşülür. 3 dənə açar bu sözləri deyəcəksiniz, ötürür və dəyişdirir. Daha sonra isə istənilən bir məlumatın hazırlanması üçün mərhələlər var ki, bunlar hansılardır? Layihələnməsi, hazırlanması və istismarı. Və bunun ardıcıl olaraq soruşacaqlar sizdən. Deməli ki, nə? Bir dəqiqə baxın, layihələndirmə, hazırlanma və istismar. Hər birimiz gedirik dərziyə kofta tikdirməyə, düzdürmü? Dərzi ilkin olaraq onun şəklini çəkir, yəni layihəsini hazırlayır. Sonra biz gedirik təbii dərzi onun koftanı tam hazırlayır. Sonda isə istismar edirik, yəni istifadə edirik. İstismar, istifadə, yəni görsəz ən sonda olacaq. Daha sonra məmulatın seçilmiş variantı üçün nə hazırlanır desə, bu texniki sənədləşdirmə və ya layihələndirmə, bu da testlərdə düşür. Pəstah nədir, detal nədir? Bax, fərz edin ki, pəstah belə bir oduncaq parçasıdır. Amma detal, bax, bu boyda parçasıdır. Yəni ki, pəstah detaldan deməli böyükdür. Bax, bu da detallardır, baxın. Balaca detal. Pəstahla detal nəyinə görə fərqləndi? Ölçüsünə görə. Və yığma nədir? Detalın məmulat halında birləşməsi yığmadır. Baxın, detalın məmulat halında nə düşəcək testdə? Məlumat halında. Diqqətli olun. Deməli, texnoloji, pəstahın məlumata çevrilməsi texnoloji prosesdə öz əksini tapır. Aydındır? Nə olacaq burada? Açar sözümüz nə olacaq? Deməli, harda öz əksini tapır? Texnoloji prosesdə, yəni
nizamlı ardıcıllıqda. Burada da oduncaq üzərində nümunə verib. Deməli, baxın, oduncağın, yəni məmulatın bir dəqiqə mişarlanması, deşiyin açılması, cilalama və rəngləmə. Nə yoxdur? Nə yoxdur? Nişanlama. Diqqətli olun. Deməli, texnoloji və marşrut xəritəsindən danışırıq. Yalnız icra ardıcıllığı görsəniz marşrutdur. Ətraflı görsəniz, qrafik təsvirlər görsəniz, material görsəniz və s. Bu da olacaq texnoloji xəritə. Əlavə açar söz kimi də deyə bilərik ki, marşrut yalnız dövlətin qoyduğu icra ardıcıllığına gedir. Amma taksi ilə harasa getdiyimiz zaman təbii ətraflı hara istəsək ora gedə bilərik. Yəni belə yadda saxlayın. Daha sonra keçək ikinci mövzunun izahına. Qrafik təsvir. Qrafik təsvir, bu misal üçün hamı tanıyır ki, misal eskiz, texniki təsvir, çertyoş haqqında məlumat bilir. Amma bəzən deyirlər ki, o qrafik təsvir nə idi? Diqqətli olun. Qrafik təsvirlər, bunlar yəni danışdığımız üçü də qrafik təsvir gedir ki, bunları hazırlayan zamanda ilkin olaraq kağızda onun təsviri çəkilir. Texniki təsvir baxın budur. Görürsünüz, hər baxanda həcmlidir, üç tərəflidir, asan anlaşılır, nə olduğunu görə bilirik və deməli, bu olacaqdır texniki təsvir. Açar sözümüz nədir? Həcmli və üç tərəfli, asan anlaşılır. Eyni zamanda material göstərilir. Bir dəqiqə səbirli olun, məmulatın materialı göstərilir. Baxın, müəllimlər, material göstərilmir. Bax, nisbət nəzərə alıb, ölçü göstərilirsə sadəcə bu eskizdir. Material göstərirsə texniki təsvir. Eskizdə baxın budur. Baxırıq sizinlə çertyoş haqqında danışmağa. Çertyoş məmulatın çertyoş alətlərinin köməyi ilə yerinə yetirilməsidir ki, bu da testlərdə nə düşmüşdü? İmtahanda düşüb ki, qrafik təsvirlərimizdən hansı alətlə yerinə yetirilir? Düzdür? Bu nə dedik? Baxın, alət. Olacaq bu çertyoş. Amma hansı alətlə yerinə yetirilmirsə, bu texniki təsvirdir, eskizdir. Texniki təsvirdə də ayrı-ayrılıq, üzr istəyirəm, eskizdə ayrı-ayrılıqda göstərilir. Bu, görürsünüz, nəyə oxşuyur? Hörümçək toruna, düzdür? Bu nədir? Dalğaya oxşuyur, dənizin üzərində olan dalğa. İndi isə baxırıq biz sizinlə nəyə? İmtahandasınız. Bu, deməli, eskizlə əsas görünüşü necə seçə bilərsiniz? Əgər görsəz ki, bunun uzunluğu 80-dır, verilibsə üzərində, bunun da diametri 20-dirsə, verilibdirsə, 21-də də 81-də 80 görsəniz bu olacaqdır eskiz, 20 görsəniz çertyoşdur. Aydın müəllimlər. Baxaq xətlərə. Detalın bunun üzərində də mən bunu video şəklində, xüsusi bir video şəklində göstərmişdim. Detalın konturu hansıdır? Sırf o videonu da atacağım, baxarsınız. Deməli, detalın konturu bütöv əsasdır. Çıxarılan bütöv nazik və ölçü göstərən bütöv nazik olur. Simmetriya oxu. Bax, iki sözdür, qarşılığında iki söz olacaq. Ştrix nöqtəli. Baxın, dəliyin görünməyən konturu. Uzun bir söz olduğuna görə qarşısında çox balaca bir olacaq söz ki, nə olacaq? Ştrixli. Bunun videosunu da atacağım sizlərə. İndi isə baxırıq çertyoş haqqında. Çertyoşu, baxın, bir dəqiqə. Çertyoş, bir də var bütün çertyoş. Bütün çertyoş görsəz əl, kompüterdə olan xüsusi proqramlarla olacaqdır. Sadəcə çertyoş görsəniz millimetrdən olur və qalın vatman, yəni qalın kağızda, yəni vatmanda karandaş vasitəsilə yerinə yetiriləcəkdir. İndi isə imtahanda hər gəlib mənə dua elədilən bir mövzudur ki, testə düşmüşdür. Deməli, nə deyir? Deyir ki, yığma çertyoşu və bircə dəqiqə səbirli olun. Yığma çertyojuna nələr, yəni spesifikasiyada nələr qeyd olunur? Bir dəqiqə baxaq spesifikasiya. Baxın, detalın adı, miqyası, materialı. Bitdimi söz? İndi bax, məmulatın çertyojunu, bax, çertyojunu oxumaq varsa, adını, formasını, ölçülərini, nu şəkilçisi görsəz, məmulatın çertyojunu oxumaqdır. Spesifikasiyada isə heç bir şəkilçi yoxdur. Adı, miqyası, materialı. Bitdi. Deməli, miqyas haqqında danışaq. Miqyasda birinci, bax, görürsünüz müəllimlər. Birinci bir görsəniz birdir. Yəni, daha üzr kiçiltmədir. Kiçiltmə görsəniz kiçiltmədir. Birinci böyütmə görsəz böyütmədir. Hansı rəqəmi yoxdur? 3.